Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qavli. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, uca Allahdan istəyirəm ki, bu məclisi hər birimiz üçün xeyirli, faydalı etsin. Və xüsusilə də Allah Teala bu məclisi qiyamət günü hər birimizin leyhinə etsin. Övladların tərbiyəsi ilə bağlı olan mövzunun 7-ci əsası barəsində danışacağım. Deməli, müəllif bu əsasda övladların tərbiyəsində 7-ci əsas barəsində buyurur ki, övladlara qarşı mülayim olmaq və həmçinin mərhəmət göstərmək. Fikir verin, mühüm məsələlərdən biridir. Hər bir valideyn, hər bir ata və ana öz övladına qarşı mülayim olmalıdır, mərhəmətli olmalıdır və öz övladı ilə müamilədə, davranışda kobudluğa yol verməməlidir. Təbii ki, həm də laqeyd yanaşmamalıdır. Və ünvan olaraq müəllif qeyd edir ki, 7-ci əsasda deməli, valideyn öz övladı ilə mülayim olmalıdır və mərhəmət göstərməlidir. Və bu da, əziz qardaşlar, əsas, mühüm əsaslardan biridir övladların tərbiyəsində. Və ən mühüm məsələlərdən biridir ki, hər bir valideyn, hər bir ata və ana öz övladına qarşı rifq göstərməlidir. Yəni, mülayim olmalıdır, lütf göstərməlidir övladlara qarşı. Fərqi yoxdur, istər oğlan uşaq olsun, istər qız uşaq olsun. Və onlarla davranışında, valideyn öz övladı ilə davranışında mütləq mərhəmətli olmalıdır, rəhimli olmalıdır və onlara qarşı lütfkar olmalıdır, yaxşılıq etməlidir, xeyirxah olmalıdır. Əksinə, öz övladlarına qarşı sərt olmamalıdır. Və bugün bizim cəmiyyətdə ən mühüm məsələlərdən biridir. Hər bir müsəlman valideyn bu məsələyə diqqət yetirməlidir. Əziz dəyərli qardaşlar. Yəni, valideyn öz övladlarına qarşı kobudluğa yol verməməlidir. Şiddətə, sərtliyə yol verməməlidir. Və bununla da bərabər, yəni, laqeyd yanaşmamalıdır. Başını buraxmamalıdır uşağın, evladın. Və çox mühüm məsələdir. Çünki, əziz qardaşlar, övladla mülayim rəftar etdikdə mütləq o evladın, yəni, xasiyyətinə yaxşı təsir bağışlayacaq. Fikir verin, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm hədisində buyurur, çox möhtəşəm hədislərdən biridir. Diqqət edin, buyurur ki, İnnə rifqə la yəkunu fi şeyin illə zənəhu. Və bildirir ki, doğrudan da hər hansı bir şeydə mülayimlik olarsa, mütləqdir onu gözəlləşdirər, onu bəzəyər. Yəni, bir məsələdə mülayimlik olarsa, rifq göstərilərsə, mütləq o məsələ gözəl olar, bəzənər, yaxşı olar. Hədisin ardında Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, وَلَا يُنْزَعُ مِنْ شَيْءٍ إِلَّا شَانَهُ. Əksi halda, əgər o mülayimlik bir şeydən çıxarılarsa, götürülərsə və mütləq o həmin şeyə bir xələl gətirər. Yəni, artıq onu çirkinləşdirər. Fikir verin, görün necə önəmli məsələdir. Yəni, əgər insan bir məsələyə rifqlə, mülayimcə yanaşarsa, o məsələni yaxşılaşdırar. Əksi halda, o məsələyə qarşı kobud yanaşarsa, sərt yanaşarsa, o məsələni sıradan çıxardar, çirkinləşdirər. Ona görə, əziz qardaşlar, bax, bu cür hədisləri biz eşidəndə mütləq əməl etməyə çalışmalıyıq, səy göstərməliyik. Yəni, madəm ki, biz Rasulullah sallallahu aleyhi və səlləmi özümüzə örnək götürmüşüksə, onun bütün sahədə olan hədislərini öz həyatımızda əks etdirməliyik. Və bu məsələ də onun kimi. Hər bir məsələdə müsəlman mülayim olmalıdır. Kobud olmamalıdır. Müsəlmanın əxlaqı gözəl olmalıdır. Xüsusilə də fikir verin, valideyn öz övladına qarşı necə olmalıdır? Mehriban olmalıdır, səmimi olmalıdır və onlara qarşı sərtlik göstərməməlidir. Çünki sərtlikdə heç bir xeyir yoxdur. Necə ki, hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, əgər bir şeydə mülayimlik olmazsa, o şeydən mülayimliyi çıxarılarsa, mütləq nə olar? O şey zərərə uğrayar. O şeyə xələl gələr.
Deməli, əziz qardaşlar, hər bir valideynin üzərinə düşən mühüm məsələlərdən biri övladına tərbiyə əsnasında, xüsusilə də az yaşından, uşaqlıq dövründən bax bu məsələyə diqqət yetirməsi vacibdir. Yəni mərhəmət göstərməsi, lütf göstərməsi, uşağa körpəlikdən, yəni ona qarğış etmək, bəddua etmək, söymək, alçaltmaq, təhqir etmək yol verilməzdir. Buna bizim dinimiz yol vermir. Və hər bir müsəlman valideyn buna diqqət göstərməlidir. Valideyn öz övladına söyməməlidir, onu təhqir etməməlidir. Əksinə, valideyn öz övladını gözəl şəkildə çağırmalıdır. Onunla rifqlə mülayim rəftar etməlidir. Və burada da müəllif onu zikr edir. Uşaqlıq çağlarından, kiçik yaşlarından valideyn övladlarına qarşı mülayim olmalıdır və bu belə də davam etməlidir. Və belə olduğu təqdirdə mütləqdir o övladların atalarına qarşı qəlbində deyir, bir sevgiyə yol açacaq. Bu səbəb olacaq. Həm öz atalarına yaxınlaşmağa, həm atalarını sevməyə qarşı deyir, bu səbəb olacaq. Yəni valideynin, atanın və yaxud da ki, ananın öz övladına mülayim rəftarı səbəbdir ki, övlad yaxınlaşsın valideynə və həmçinin valideyni sevsin. Və fikir verin, çox mühüm məsələdir. Valideyni sevdiyi təqdirdə övlad nə baş verir? Nəticədə ata öz övladına nəsihət etdikdə övlad o nəsihəti qəbul edəcək. Hamısı bir-birinə bağlıdır. Yəni hər bir müsəlman fikir verin, öz övladına yaxınlıq göstərməlidir, mehribançılıq göstərməlidir ki, hətta nəticədə o övlad atasını sevsin, atası ilə xoş rəftar etsin və həmçinin atasının nəsihətlərini qəbul etsin. Və çox gözəl qeyd edir burada müəllif. Yəni övlad atanı sevdiyi təqdirdə, yaxınlaşdığı təqdirdə mütləq artıq o valideyn övladlarına nəsihət etdiyi zaman o uşaqlar deyir, nəsihəti qəbul edəcək, atadan götürəcək və tabi olacaqdır. Ona görə də dəyərli qardaşlar, bu məsələyə hər birimiz gərək önəm verək. Hər bir müsəlman önəm versin, hər ata və hər ana. Peyğəmbər sallallahu aleyhi və səlləmdən kifayət qədər bir çox hədislər varid olub. Hansı ki, övladlara qarşı mülayim olmaqda, xüsusən bu əsasda, yəni 7-ci əsasda. Yəni Allah Rəsulu nə qədər misallar var ki, öz körpələrə, uşaqlara qarşı mülayimlik göstərib və həmçinin tövsiyə edib bunu. Fikir verin, Əbu Hüreyrənin rəvayət etdiyi bir hədis var. Və buyurur ki, Əbu Hüreyrə radiyallahu anhu, Allah ondan razı olsun. Deyir ki, bir gün Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Əlinin oğlu Həsəni, yəni öz nəvəsini öpdü. Yəni onu qucaqladı, onu öpdü və onun yanında bir nəfər oturmuşdu. Əqra ibn Habis. Və bu da səhabə olub, Allah ondan razı olsun. Peyğəmbər sallallahu aleyhi və səlləmin yanındaydı. Və bu əsnada həmin şəxs deyir ki, mənim 10 dənə övladım var, öpməmişəm onları. Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm çevrilir, ona baxır və belə bir söz işlədir. Mən la yarhamu, la yurham. Mərhəmət etməyənə mərhəmət edilməz. Fikir verin. Qısa bir cümlədir və böyük mənaları özündə əhatə edir. Yəni o şəxs Rasulullahın yanında olduğu halda Peyğəmbər sallallahu aleyhi və səlləm öz nəvəsini öpür, onu qucaqlayır və ona təəccüblü gəlir. Və deyir ki, mənim 10 övladım var, heç birini öpməmişim. Allah Rəsulu da ona yönələrək deyir ki, qəlbində mərhəmət olmayana mərhəmət edilməz. Kim mərhəmət etməzsə ona mərhəmət edilməz. Və buradan çıxarılan nəticə nədir? Hər bir müsəlman, əziz qardaşlar, qəlbində mərhəmət olmalıdır. Və xüsusilə də valideynlər öz övladlarına qarşı. Başqa bir hədisə diqqət edin. Buna oxşar hədisdir. Möminlərin anası Ayşə radiyallahu anhə buyurur ki, bir gün çöldə yaşayan ərəblərdən biri gəlir Rasulullah sallallahu aleyhi və səlləmin yanına. Çöldə yaşayan ərəblərdən biri. Bədəvilərdən.
Və deyir ki, tuqabbiluna sıbyana. Deyir, siz deyir uşaqları öpürsünüz. Fəmə nuqabbiluhum. Biz isə deyir onları öpmürük. İndi fikir verin, Rasulullah sallallahu aleyhi və səlləmin onun sözünə görə necə cavab qaytarır? Buyurur ki, əvə əmliku ləkə ən nəzəallahu min qalbikər rəhmə. Deyir ki, əgər Allah sənin qəlbindən mərhəməti çıxarıbsa, sənin üçün deyir, mən nə edə bilərəm? Fikir verin. Peyğəmbər sallallahu aleyhi və səlləm yəni deyir ki, qəlbdən mərhəmət çıxıbsa, mən ona qadir deyiləm o qəlbə mərhəməti daxil etməyə. Yəni, o da təəccüblənir. Çöldə yaşayan o bədəvi ərəb görür ki, Peyğəmbər sallallahu aleyhi və səlləm uşağı öpür. Və deyir ki, siz uşaqları öpürsünüz, biz ancaq öpmürük. Və Allah Rəsulunun bu əməli nəyi göstərir? Yəni, qəlbdə mərhəmətin olmasını və qəlbdən deyir, mərhəmət çıxıbsa, o mərhəmət çıxdığı qəlbdən mən heç bir şey edə bilmərəm. Yəni, sənin üçün deyir, mən heç bir şey edə bilmərəm. Ona görə əziz müsəlmanlar, əziz qardaşlar, hər bir valideyn, hər bir ata, ana öz övladına qarşı mülayim olmalıdır. Çobut olmamalıdır, sərt olmamalıdır. Təbii ki, qeyd etdiyim kimi, laqeyd də yanaşmamalıdır. Övladın tərbiyəsində mütləq ona qarşı həssas olmalıdır. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmisi Abbasın həyat yoldaşı Ummu Fadıl, öz adı Lübəbə olubdur. Lübəbə ibn Əl-Haris radiyallahu anhə, sahabə qadın olub. Allah ondan razı olsun. Rasulullah sallallahu aleyhi və səlləmin yanına Əlinin oğlunu gətirir, Həsəni, Peyğəmbərin nəvəsini. Və onu gətirdiyi təqdirdə o uşaq olub. Artıq süddən kəsilmişdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə verir, Allah Rəsulu da onu qucağına alır, bağrına basır, qucaqlayır. Həmin əsnada uşaq Peyğəmbər sallallahu aleyhi və səlləmin sinəsində bövl edir. Yəni, yüngül, yəni çölə çıxır. Və Peyğəmbərin libası bulanır. Və bunu gördükdə Ummu Fadıl, yəni Lübəbə ibn Haris və dərhal deyir, yəni hədisi özü rəvayət edir. Və deyir ki, mən bu əsnada deyir, uşağı ayırmaq üçün əllərimi deyir, onun çiyinlərinə atdım və onu sərt dartmaq üçün, yəni dəf etmək üçün Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni üstünü bulaşdırdı deyə. Fikir verin, həmin əsnada Rasulullah sallallahu aleyhi və səlləm onun o sərt davranışını gördüyü təqdirdə nə deyir? Deyir ki, mənim balama qarşı mülayim ol, övladıma qarşı. Yəni, nəvəsi olsa da, yəni əzizləmə şəklində deyir ki, mənim övladıma, balama qarşı, oğluma qarşı mülayim ol, Allah sənə rəhm etsin. Yəni, bu onu göstərir ki, hər bir müsəlman uşaqlara, körpələrə qarşı rifqlə rəftar etməlidir və beləcə davam etməlidir. Hətta uşaq böyüyənə qədər, böyük olduqda belə, yəni çobutluğa yol verməməlidir. Və baxın, əziz qardaşlar, belə olduğu təqdirdə və bu ən mühüm məsələlərdən biridir. Ən önəmli məsələlərdən biridir. Və belə olduğu təqdirdə bu nəyin göstəricisidir? Əgər bir müsəlman, bir valideyn öz övladına qarşı, yəni mehriban olduqda, onlara qarşı səmimi olduqda, onlara kobudluq etmədikdə, onlarla rifqlə davrandıqda nəticə nə ola bilər, bilirsiniz? İnsanın cənnətə daxil olması üçün səbəb ola bilər. Eyni zamanda da insanın oddan qurtulması üçün bir qapıdır. Yəni, hər bir ata, ana uşağına qarşı mülayim olmalıdır ki, hətta həm cənnəti qazanmaq üçün ona bir qapı olsun, eyni zamanda da cəhənnəm odundan xilas olması üçün bir qapı olsun. Və mülayimlikdə, rifqdə, mərhəmətli olmaqda mütləq insan bu cür olmalıdır ki, hətta nəticədə Allahın razılığını qazansın. Və hər bir müsəlman buna önəm verməlidir. İndi fikir verin, bir hədis danışacağım. Möminlərin anası Ayşə radiyallahu anhədən gəlir. Deyir ki, bir gün bir qadın, yoxsul bir qadın 2 qızıyla deyir, mənim yanıma gəldi. 2 qızını götürüb mənim yanıma gəldi. Və deyir ki, həmin əsnada deyir, mən onlara
3 xurma verdim. Bir hədisdə keçir ki, yəni mənim heç bir şeyim yox idi, yalnız xurmalarım var idi. Həmin qadına mən 3 xurma verdim. Və deyir ki, o qadın deyir xurmaların ikisinin arasında bölüşdürdü. Birini birinə verdi, birini də digərinə verdi. Və onlar deyir yedilər onu. Deyir ki, o qalan xurmanı deyir, mən öz ağzıma qaldırıb yemək istəyəndə o qızlar deyir həmin xurmanı istədi. Həmin əsnada deyir, mən o xurmanı deyir böldüm və onların arasında paylaşdım. Fikir verin. Və deyir ki, onun bu əməli deyir məni heyran etdi. Ayşə radiyallahu anhə. Çox deyir, xoşuma gəldi onun bu əməli. Və bundan sonra deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm gələndən sonra mən bu hadisəni ona danışdım. Belə bir qadın gəlmişdi. Yəni, belə bir davranış göstərdi öz qızlarına qarşı. Baxın, Rasulullah sallallahu aleyhi və səlləm nə deyir o qadın barəsində? Deyir ki, İnnallaha qad avcəbə ləhə bihəl cənnətə. Artıq deyir, Allah deyir, o qadının o etdiyi əməl sayəsində cənnəti ona deyir, vacib etdi. Və sonra buyurur ki, Əv a'təqəhə bihə minən nar. Yaxud da deyir, onun etdiyi o əməl sayəsində Allah deyir, onu cəhənnəm odundan xilas etdi, azad etdi. Fikir verin əziz qardaşlar, hədisin əzəmətinə. Yəni, o qadın özünün xurmasını öz qızlarının arasında bölüşdürdü. Hətta özü belə onu yemədi. Allah Rəsulu o qadını müjdələdi. Görün, necə mərhəmət göstərir, şəfqət göstərir. Hər bir müsəlman öz nəfsi üçün bu cür hədislərdən bir dərs çıxartmalıdır. Ona görə dəyərli qardaşlar, Allah subhanahu və teala mülayimliyi sevir, rifqi sevir. Və hər bir müsəlman mülayim olmağa can atmalıdır. Çünki Rasulullah sallallahu aleyhi və səlləm də bu barədə buyurur. Buyurur ki, İnnallaha rafiqun yuhibbur rifqa fil əmri kulli. Şübhəsiz ki, deyir, Allah rafiqdir, yəni mülayimdir. Və eləcə də deyir, hər bir işdə deyir, mülayimliyi sevir. Fikir verin. Yəni, müsəlman mülayim olduğu təqdirdə Allah Teala onu sevir. Başqa bir ləfsdə Allah Rəsulu buyurur ki, İnnallaha rafiqun yuhibbur rifqa və yu'ti aleyhi mə la yu'ti aləl-unuf. Rasulullah bu hədisdə buyurur ki, şübhəsiz ki, Allah deyir, mülayimdir, mülayimliyi sevir və mülayimliyə əta etdiyi, verdiyi o mükafatı kobudluğa verməz, sərtliyə verməz. Ona görə dəyərli qardaşlar, möhtərəm müsəlmanlar, hər bir müsəlman, hər bir kişi və qadın, hər bir valideyn bu həyatda yaşadığı sürəcə mütləq öz əməllərinə diqqət göstərməlidir, əxlaqlı olmalıdır, mülayim olmalıdır hər kəsə qarşı və eyni zamanda da öz övladlarına qarşı. Mülayim olmaq Allahın sevgisini qazanmaqdır. Necə ki, Rasulullah sallallahu aleyhi və səlləm hədislər də bizə bildirdi ki, Allah Teala mülayimdir, mülayim olanı da sevər. Uca Allahdan hər birimizin adından istəyirəm ki, Allah Teala bizim hər birimizi mülayim olanlardan etsin. Allah Teala bizim günahlarımızı bağışlasın və uca Allah bizim valideynlərin də günahlarını əfv eləsin. Və Allahdan istəyirəm hər birimizin övladımızı salihlərdən etsin və həmçinin onların axırını Allah və Rəsulunun yolu üzərində sabit qədəm etsin. Allahdan istəyirəm ki, övladı olmayan hər bir müsəlmana sağlam, salih övlad bəxş etsin. Uca Allah hər birimizə bu dünyada iman üzərində yaşayıb, iman üzərində ölməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.